Leksiya, bugünkü islahı 2022 yıl 11. ayının 8. günü hürmetlik vatandaş. Mana hazır bu haberini sizlerge yetkizimiz. Mesela deydi o mavzumundaq Aksaray Devlet Bexaterligi Məsləhətçisi Jack Sullivan Rusiya Federatsiyasının yuqori dərəcəlik əməldarları ilə məxfi söhbətləşdi. Ukrayna vuruşunun örülüb gitişinin və yadro quralları vuruşu ayılınıb gitişinin aldığını almaqçı oldu. Mavzulu xəbər 11. ayının 8. günü Amerika avazının Xitay tel proqramı ilan qılındı. Xəbər mundaq başladı. Washington Wall Kudüsü giziti Amerika ve ittifaqlaş devletlerinin xəbər mənbələri əsaslanıb mundaq göstərdi. Aksaray Devlet Bexaterligi Məsləhətçisi Jack Sullivan yaxınqı bir neçə aydan beri Rusiyanın yuqori dərəcəlik əməldarları bilan aşkarlanmagan əhvalda məxfi söhbət ötkəzdi. Ukrayna vuruşunun örülüb gitişinin ve yadro quralları toqunuşu ayılınıb gitişinin aldını almaqçı oldu. 11. ayının 6. günü aşkarlanğan bu xəbərdə mundaq görüşdüldü. Aksaray Devlet Bexaterligi Məsləhətçisi Jack Sullivan bilan söhbət ötkəzgən Rusiyanın yuqori dərəcəlik əməldarları Prezident Vladimir Putin'in diplomatiya siyaseti boyunca məsləhətçisi Uşakov ve Jack Sullivan bilan təng dərəcəlik Rusiya Federatsiyası Bexaterlik Məclisinin katibi Nikolay Patrishov la idi. Amerika Rusiya iki tərəf işdən burun bu söhbət doğrusu da hər qandaq aşkara düşəndirişlər bərmigən. Mətbuatla heç qaçan xəbər qılıb baxmağan idi. Aksaray Wall Kudüsü gizitinin xəbəri doğrusu da hər qandaq düşənci bir işini rədd qıldı. Aksaray Devlet Bexaterligi bayanatçısı Andernen Watson ilan qılğan bir parça qısqığını xəbərdə mundaq göstərdi. Kişilər şundaq deyişidi, nurgun işler yüz berdiği deyişidi. Wall Kudüsü giziti xəbərdə mundaq göstərdi. Xəbərini aşkarlığan əməldarla Devlet Bexaterligi Məsləhətçisi Jack Sullivan'dan ötközgən söhbətləri və Rusiya tərəfə bərgən tilpilləri doğrusu da vakit, gün, ay, çisila, qətimsan edigəndək la doğrusu da her qandaq uçur aşkarlımıdır. Moskva hem heptinin birinci günde Wall Kudüsü gizitinin xəbəri doğrusu da her qandaq obzor ilan qilishni rədd qıldı. Bizden bu xəbər doğrusu söz dediğen sözümüz yok da cevap verdi. Kreml sarayının bayanatçısı Dmitri Peskov. Ukrayna Prezidenti Vladimir Zelenski qəsəm ilan qılıb tartışıb elinğan zimillanı Rusiyanın qolunun qaytırıb elişki qəsəm qıldı. Hatta 2014 yıl Rusiya yutub alğan Krimiya aralını qaytırıb elişki qəsəm qıldı. Ve mundaq dedi, Vladimir Putin hakimiyet beşidi turdiken, Vladimir bir gün hakimiyet beşidi turdiken, Vladimir Putin hökmürallığı bilen, hökmürallığı astıydı ki keçirinler. Rusya bilen söhbət kurmayımız dedi. Ukrayna Prezidenti Zelenski.